Hər birinizi Leylanın mətbəxində xoş gördük. Kanalımın dəyərli izləyiciləri. Köhnə izləyicilərim arasında ən sevilən video reseptlərimdən biri də məhz əncir ceminin hazırlanmasıdır. Bu gün sizə qış tədarükünü ən sevdiyim, qızılı rəng və möhtəşəm ətli əncir ceminin hazırlanmasını təqdim edirəm. Ümid edirəm ki, bu videodan məni izləyən yeni izləyicilər də mənə dəstək olaraq kanala abunə olacaq. İpək kimi hamar konsistensiyası və dadı ilə süfrənin bəzəyi olacaq bu cemi hazırlamaq əslində çox asandır, amma hazırlamasında bir neçə vacib püf nöqtəsi var. Gəlin öncə keçək əsas məsələyə. Bir çox xanımlar cem hazırlayanda ənciri əvvəlcədən ət çəkən maşından keçirirlər, sonra bişməyə qoyurlar. Bu çox yanlışdır. Çünki əvvəlcədən çəkilmiş əncir bişdikdə hər tərəfə güclü şəkildə sıçramağa başlayır. Həm əlinizi yandırır, həm də ocağı və mətbəxi bərbad günə qoyur. Mətbəximizi tərtəmiz saxlamaq və sıçramanın tam qarşısını almaq üçün püf nöqtəmiz də budur. Təzə yuyulmuş əncirlərimizi sadəcə 2 yerə bölürük. Üzərinə şəkər tozunu əlavə edib qarışdırırıq və bu şəkildə ocağa qoyuruq. Diqqət edin. Əncirləri 2 yerə bölüb bişirəndə tam bişənə qədər qətiyyən sıçrama baş vermir. Şərbətin içində sakitcə və rahatlıqla bişir. Əncirlər öz suyunu buraxır. Şərbətlə tam birləşdikdən və tam bişdikdən sonra ocaqdan götürmədən əzmə prosesinə keçirik. Kartobəzənlə ilk olaraq əzdim. Daha sonra istədiyim konsistensiyaya çatmaq üçün blenderdən istifadə etdim. Əzdikdən sonra cemi yenidən cəmi 2 dəqiqə müddətində qaynadırıq. Bu 2 dəqiqədə cem artıq sıçramağa başlayır. Ona görə də əlimizi yandırmamaq üçün ehtiyatla ara-sıra qarışdırmağa davam edirik. 2 dəqiqə qaynadıkdan sonra ocağı söndürüb cemi ocaqdan götürüb tam soymağa qoyuruq. Tam soyduqdan sonra öncədən sterilize edilmiş təmiz bankalara yığırıq. Ağzını möhkəm bağlayırıq. Sərin yerdə qışa saxlayırıq. Baxın necə də gözəl yaqut kimi parıldayan cem alır. Resepti bəyəndinizsə videonu bəyən və kanala abunə olmağı unutmayın. Əgər məni hər gün izləmək istəyirsinizsə Instagram səhifəmdən izləyib dəstək ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.